Yuxudan dururam səhər-səhər, ayaqlarım açılmır. Dizdən aşağı ayaqlarımı hiss eləmirəm. Keyimə uyuşma var. Bu bilavasitə bu keyimə uyuşma varsa, bu qan dövranından bağlıdır. İkinci, adam deyir ki, səhər-səhər yuxudan dururam, ayağım ağrıyır, ayağım açılmır. Biraz hərəkət eləyəndən sonra başlayır istiləşməyə. Bunun qığırdaq yeyilməsidir. Yəni ki, artroz dediyimiz. Bunun üçün, əziz dostlar, gözləmək lazım deyil ki, dərəcəsi qalxsın olsun 4-cü dərəcəli qığırdaq yeyilməsi. Hal-hazırda bunu siz də aradan qaldırmaq istəyirsiniz. İstəyirsiniz sümük və oynaqlarınızda ağrılar azalsın. Sümüklərinizdəki dizlər arasındakı mayeni bərpa eləyəsiniz. Bunun üçün glukozamin, xondroitin sulfat. Tam təbii dərman vasitəsi deyil. Bunu yaxşı bilirsiniz hər kəs. Eyni zamanda iyonlaşmış biokalsium. Bu kompleksi istifadə eləyin. Çox möhtəşəm nəticəni görəcəksiniz. Və sizin rahatçılığınız təmin olunacaq, sümüklərdə çatışmayan minerallar bərpa olacaq, hansı ki nəzərdə tutduğumuz kalsiumdur, maqneziumdur, sinkdir, dəmirdir və digər minerallardır. Ona görə də əlaqə saxlayın, bu məhsullardan istifadə edin və siz də bu problemləri yaşamayasınız.